Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün mən sizin üçün bir neçə situasiya sualın izahını təqdim edəcəm. Dəyərli müəllimlər, bu suallarımız yeni çıxan test bankımızdandır. Siz də bu tipdə minlərlə situasiya sualı işləmək istəyirsinizsə, o zaman bizə müraciət edin və yeni çıxan situasiya test bankımızı əldə edin. Gəlin buradan bir neçə MİQ və sertifikasiya imtahanlarında qarşımıza çıxa biləcək sual tiplərinə baxaq. İlk olaraq burada verilən 11 nömrəli suala baxacağız sizinlə. Burada deyilir ki, müəllim yol nəqliyyat hadisəsindən sonra baş vermiş dava haqqında siniflə birlikdə 5 dəqiqəlik video çarxa baxır və şagirdlərdən hadisənin səbəb və nəticələrini müzakirə etməyi xahiş etməklə prosesə rəhbərlik edir. Yəni müəllim özü də bu prosesdə iştirakçıdır, rəhbərlik edir. Yəni şagirdlərlə birlikdə qarşılıqlı fəaliyyət üzərində dərsini qurur. Verilən mövzu ictimai nəqliyyatla bağlıdır və orada baş verən dava, yəni həyatdan götürülmüş birbaşa nümunədir. Müəllim mövzuya giriş etmək üçün bununla başlayır dərsə. Baxın, burada baş vermiş real bir hadisədən danışır. Səbəb nəticələrini müzakirə edirlər. Situasiyaya əsasən, hər zaman deyirəm, diqqətli olun, situasiyaya əsasən deyiriksə, deməli, bununla bağlı bir cavab seçəcəyik biz. Deyir, yanlış fikri müəyyən edin. Nəyi tapırıq? Yanlışı tapırıq biz burada. Ki, görək, situasiya ilə bağlı hansı fikir yanlışdır? A bəndində deyilir ki, müəllim bu tapşırıqla şagirdlərdə düzgün davranış qaydalarını inkişaf etdirməyə çalışır. Deyə bilərikmi? Yəni, müəllimin bu mövzunu sinifə gətirməsinin, həyatdan götürdüyü bir mövzunun sinifə gətirilməsinin əsas səbəblərindən biri də onların düzgün davranış qaydalarını inkişaf etdirməyə çalışmasıdır. Bəli, deməli, A bəndi doğru bir fikirdir. B bəndində deyilir ki, müəllim təlim prosesində fənüstü inteqrasiyadan istifadə edib. Müəllim həyatda olan real bir hadisəni sinifə gətirir və onunla bağlı müzakirə təşkil edirsə, deməli, burada fənüstü inteqrasiyadan da istifadə olunmuşdur. C bəndində deyilir ki, müəllim tapşırıq vasitəsilə şagirdlərdə sosial bacarıqları inkişaf etdirir. Baxın, sosial bacarıqları inkişaf etdirirmi müəllim orada? Təbii ki, etdirir. Sosial bacarıq gündəlik həyatımızla bağlıdır. D bəndində deyilir ki, müəllim prosesə rəhbərlik etməklə, baxın, burada diqqətli oluruq, müəllim prosesə rəhbərlik etməklə deyir, müəllim mərkəzli təşkil etdiyi dərsi aktiv müzakirə, interaktiv göstərməyə çalışır. Yəni, belə deyək də, Lord dildə, bu cümlədən belə bir qənaətə gəlirik ki, güya müəllim burada avtoritar rejimdədir, müəllim sinifi düzgün demokratik idarə eləmir, amma müzakirə aparmaqla dərsini biraz da lorlaşdıracam, interaktiv adı ilə bizə, belə deyək də, yəni göstərməyə çalışır. Amma əslində belə deyil. Da müəllim yazığı neynəsin ki, maraqlı bir situasiya gətirib həyatdan, şagirdləri cəlb eləməyə çalışıb, bununla bağlı onlara fikir bildirməyə şərait yaradıb. Sadəcə özü prosesə rəhbərlik edir. Yəni, baxın, verilən buradakı situasiya elə bir situasiyadır ki, şagirdlər düzgün nəticəyə gəlməyə də bilər, düzdürmü? Artıq müəllimin rəhbərlik edib yönləndirməsi lazımdır. Belə deyək də, bu verilən mövzu şagirdlərə dərslə bağlı olsaydı, elmlə, biliklə bağlı olsaydı, bəlkə də orası müəllim rəhbərlik eləməzdi. Amma verilən sual elə bir sualdır ki, orada müəllimin rəhbərlik etməsi və prosesi yönləndirməsi lazımdır bəzən. Ona görə də müəllim burada, yazıq müəllim neynədir ki, heç bir avtoritarlıq müəllim məsələsi göstərmədi. Əksinə, yaxşı şəkildə müzakirəyə cəlb elədi uşaqları. Deməli, D variantı yanlışdır. Yəni, biz hər bir situasiyada ancaq müəllimdən nöqsan axtarmamalıyıq. Bu halda cavabımız olur D bəndi. Y-də deyilir ki, müəllim dərs prosesində insident üzərində iş üsulundan istifadə edir. Real həyatı problem və həmin real həyatı problemdən çıxış yolu insident üzərində iş üsulu adlanır. Deməli, cavabımız oldu D bəndi. Siz də müəllimlər yeni tipli MİQ formatlı situasiyalar işləmək istəyirsinizsə, dediyim kimi bizə müraciət edin.
yeni çıxan test bankımızı əldə edin ki, 1000-dən çox situasiya sualı siz işləyə biləsiniz. Daha sonra baxaq növbəti sualımıza. Bu sualda biraz müzakirəyə səbəb olan suallarımızdan biridir. Çox, belə deyim də, burada xırda bir nüans var ki, ona müdavimlərimiz o qədər də diqqət yetirmir və yanlışlığa yol verir. Biz izah edəndən sonra, hə müəllim, deməli buna görə beləymiş deyirlər. Baxın müəllimlər, burada deyilir ki, müəllim 6-cı sinifdə şagirdlərə hekayə danışır. Daha sonra sinifin künclərinə aşağıdakı ifadələri yazır. Hansı ifadələri yazır? Yəni, sinifin küncündən danışırsa, məlum məsələ. Deməli, sinif küncləri iş üsulundan istifadə edir müəllim. Birinci küncə əsas ideyanı və dəstəkləyici fikirləri tapmaq yazır. İkinci küncə hekayəni yenidən yazmaq. Üçüncü küncə isə hekayənin posterini hazırlamaq yazır. Lazım olan materialları künclərə qoyur və sinifi 3 qrupa bölür. Sinifi 3 qrupa böldü. Hər qrupa 10 dəqiqəlik künclərdə işləməyi xahiş edir. Neyniyir? Xahiş edir. Nə gözəl. 10 dəqiqəlik işləməyi xahiş edir. Qaydamızda deyir ki, situasiyaya əsasən, yenə də diqqət yetiririk, deyir, situasiyaya əsasən yanlış fikri müəyyən edin. Biz situasiya ilə bağlı yanlışı axtarırıq. A bəndinə baxaq. Deyir müəllim, dərs zamanı sinif küncləri iş üsulundan istifadə edir. Düzdürmü müəllimlər? Sinif küncləri uyğundur. Deməli, bu yanlış deyil. Dərs qruplarla iş forması ilə təşkil olunub. Hər qrupa vaxt vermişdi müəllim. Deməli, dərs qruplarla təşkil olunub. Müəllim şagirdlərlə nəzakətli ünsiyyətdən istifadə edib. Bəzən müəllimlər burada aldanır ki, nəzakətli ünsiyyət deyəndə haradadır ki, bayaq biraz özüm vurğu ilə tələffüz elədim ki, tutasız məsələni ki, nədən gedir söhbət? Xahiş edir, düzdür? Deyir müəllim onlara künclər işləməyə xahiş edir. Bu da adlanır nəzakətli ünsiyyət. Deməli, C bəndi də doğrudur. D-də deyilir ki, dərs kinestetik şagirdlər üçün daha əlverişlidir. Biz bilirik ki, sinif küncləri hərəkətli bir üsuldur. Şagirdlər burada hərəkətli olurlar. Gedirlər o küncə, bu küncə və nəticədə, bəli, kinestetik şagirdlər üçün də uğurlu bir üsul olur. Deməli, cavabımız burada Y bəndi olacaq. Niyə? Deyir, müəllim şagirdlərə vaxt verməklə düşünmə, gözləmə vaxtını nəzərə alıb. Hə. Müəllimlərimiz həmişə sual verir. Və say müəllim, axı burada müəllim 10 dəqiqə vaxt verdi onlara. Və bu vaxt söhbətin görən kimi də bunu düz götürürlər, başlayırlar digər cavabları axtarmağa. Yanlış edirsiniz, dəyərli izləyicilər. Çünki müəllimin burada verdiyi 10 dəqiqəlik vaxt düşünmə, gözləmə vaxtı deyil. Sinif küncləri üsulunda onların qruplarda işləməsi üçün verilən müzakirə vaxtıdır. Müzakirə vaxtıdır 10 dəqiqə. Ümumiyyətlə, müəllim şagirdlərə 10 dəqiqə düşünmə, gözləmə vaxtı vermir. Düşünmə, gözləmə vaxtı nədir ümumiyyətlə? Sual-cavab prosesində müəllim şagirdlərdə bərabər imkanları, inklüzivliyi qorumaq üçün onlara sual verəndə vaxt verir. Maksimum 1 dəqiqəyə qədər, baxın, 1 dəqiqəyə qədər müəllim nə edə bilər? Şagirdlərə düşünmə, gözləmə vaxtı verə bilər. Çünki sual-cavab prosesidir bu. İndi sizə sual verirəm, düşünün, görün, müəllimin düşünmə, gözləmə vaxtı kimi 10 dəqiqə verməsi nəyə gətirib çıxarar? 45 dəqiqə ərzində 44 dənə sual verə bilər müəllim, 40 dəqiqə ərzində 4 dənə sualla dərsini bitirəcək. Təbii ki, bu yanlış bir fikirdir. Halbuki müəllim sual-cavabı ilə 10 dəqiqə, ümumilikdə 10 dəqiqə ərzində də yekunlaşdıra bilərdi. Müəyyən faktoloji və qapalı və açıq suallarla. Ona görə də bir sual üçün biz maksimum 1 dəqiqə vaxt verə bilərik. Maksimum. Dərsimizin vaxtı ona kifayət etmir. Axı biz onları oturaq gözləyə şagirdləri. Qapalı sualdırsa 10 saniyə, 15 saniyə, 20 saniyə vaxt veririk. Açıq sualdırsa yenə sualın səviyyəsinə uyğun olaraq 20 saniyə, 30 saniyə, maksimum 1 dəqiqə qədər vaxt verə bilərik. Amma 10 dəqiqə vaxt, təbii ki, düşünmə, gözləmə vaxtı deyil burada. Ona görə də situasiya ilə bağlı yanlış cavab Y bəndi olacaq. Sonra müəllimlər, növbəti sualımıza keçid edək. Burada deyilir ki, 13 nömrəli sual. Üçüncü sualımızdır bu bizim sırayla geçsək. Burada görək nə deyir? Deyir ki, mövsümi
Yox, mövzusunu keçən müəllim şagirdlərinə afişa, şeir, məqalə və tapmaca pantomima nümayişi kimi fəsillərə aid fəaliyyətlərdən birini seçmələrini tapşırır, onlara seçim verir. Şagirdləri seçim etdikdən sonra sinifdə öz işlərini nümayiş etdirmələrini xahiş edir. Hər kəs öz işini nümayiş etdirir. Situasiya əsasən, yenə də bunu mütləq işarələyirik özümüz üçün. Situasiya əsasən, deyir, yanlış fikri müəyyən edin. Yenə də situasiyaya uyğun olmayan cavab axtarırıq. A bəndində deyilir ki, situasiya şagirdlərdə sosial bacarıqların inkişafına yönəlib. Sosial bacarıqlar olacaqmı burada müəllimlər? Sosial bacarıqlar. Çünki afişa, şeir, məqalə, tapmaca kimi nümayiş etdirirlər, canlandırırlar. Deyək, misal üçün bu var. Çünki şagirdlər orada özləri iş icra edirlər və həyati bir prosesdir. Deməli, A bəndi düzgündür. Müəllim seçim etməyi şagirdlərə verməklə, baxın deyir, seçim etməyi şagirdlərə verməklə təlimdə inkişaf yönümlülüyü qorumuş olur. Şagirdlərə seçim vermək biz bilirik ki, inkişaf yönümlülük yox. İki prinsipdə daha çox ölçüsünü tapır. Bir, şagird yönümlülük, yəni şagirdin seçimlərini nəzərə almaq. Bir də əgər hər kəs arasında istəyirsə ki, eyni şərait quraq, o zaman bərabər imkanlar düşünə bilərik, bərabər. Yəni, heç bir halda inkişaf yönümlülük deyil. Yaxşı, nədir inkişaf yönümlülük? Bu situasiya necə dəyişsə inkişaf yönümlülük ola bilərdi desəz, əgər müəllim şagirdlər işini icra etdikdən sonra şagirdlər izləyir müəllim proses boyunca, müşahidə edir və onların nəticələri əsasında və müəllimin öz müşahidələri əsasında planlaşdırmasına bir dəyişiklik edir, müəyyən tapşırıqları əlavə edir və ya yeniləşdirir və s. Filan şagirdə dəstək olur. İnkişaf yönümlülük budur. Müşahidə və təhlillər nəticəsində alınan həmin o məlumatlar əsasında müəllimin işini planlaşdırması. Deməli, burada inkişaf yönümlülük yox, əslində şagird yönümlülük olmalıydı. Seçim verir onlara. Yəni, əgər ki, hamı arasında eyni şərait qursaq, situasiya biraz dəyişsə, bərabər imkanlar da ola bilər. C-də deyir, deməli, cavabımız B olacaq burada. C-də deyir ki, müəllim təlimdə bərabər imkanların yaradılmasını, bayaq dediyim kimi, düzdürmü, əməl edibmi? Bərabər imkanları da qoruyub, şagird yönümlülüyü də qoruyub. Deyə bilmərik ki, şagird yönümlülüyü pozub, yox. Müəllim təlimdə inklüzivliyi qoruyub. Bəli, bərabər imkanlar qorundusa, deməli, inklüzivlik də qorundu. Pantomima seçən şagirddə qeyri-verbal düşünmə. Pantomimanın burada nə olduğunu bilmək lazımdır. Bu, mən bildiyim qədərlə canlandırmaqdır da, nəysə, düzdür. Səssiz şəkildə, yəni, səssiz şəkildə canlandırmaq. Qeyri-verbal da bilirik ki, səssizdir, sözsüzdür. Ona görə də pantomima, bəli, qeyri-verbal düşünməni inkişaf etdirir. Cavabımız B bəndi oldu. Növbəti 3-cü sualımızda. Baxaq digər sualımıza. Bu, psixomotor taksonomiya ilə bağlıdır. Burada deyilir ki, İbtidai sinifdə riyaziyyat dərsində müəllim şagirdlərə verilmiş mövzudakı ağacların sayını barmaqları ilə, baxın, müəllim şagirdlərə, düzdür, mövzudakı ağacların sayını barmaqları ilə müəyyən etməyi və məktəbin həyətindəki ağaclarla onları müqayisə etməyi tapşırdı. Müəllim onlara tapşırıq verdi, həmçinin də özü neynədir? Dedi, uşaqlar, baxın, bunu belə edəcəksiniz. Deməli, şagirdlərə bir növ təlimat verdi orada və bu təlimat da nə adlanır müəllimlər? Təbii ki, dəqiqlik adlanmır, təhlil adlanmır, dəyərləndirmə, ümumiyyətlə, bunlar idrak taksonomiyası mərhələsidir, təhlil dəyərləndirmə. İmitasiyada canlı görməlidir şagird. Müəllim işi özü icra eləməlidir, şagird onu canlı görməlidir. Amma manipulyasiyada müəllim heç nəyi canlı göstərmir, təlimat verir. Ya şifahi ya da yazılı təlimat verir. Burada da müəllimin şifahi təlimatını görürük ki, müəllim deyir, işi vaxt bu cür icra edəcəksən, bunu edəcəksən, sonra bunu edəcəksən. Bu olur şifahi təlimat. Bəli, şifahi təlimat olduğuna görə biz bunu seçirik. Manipulyasiya. Cavabımız olur A bəndi. Baxaq növbəti sualımıza. Biraz uzun oldu yəqin ki. Yaxşı, gəlin qaydasını oxuyaq. Siz orada rahat şəkildə görə bilin deyə mən bunun birinci qaydasını oxuyacağım. Sonra cavablarına keçəcəm ki, tam aydın görsənsin ekranda.
Uzun suallar tam aydın görsənmir. Sonra rəylərdə müəllimlər irad bildirir ki, oxuya bilmirik. Deməli, deyir, iş dəftərindəki tədbirləri yerinə yetirməklə şagirdlərin müəyyən bacarıqları əldə etdiyi müşahidə olunur. Ancaq müəllim deyir, bu tədbirlər çox vaxt aparır. Kim deyir? Müəllim deyir. Üzr istəyirəm, qələmi aktivləşdirməmişəm. Müəllim deyir ki, bu tədbirlər çox vaxt aparır. Proqramı tamamlamaqda çətinlik çəkirəm. Bunun əvəzinə əvvəlcə mövzunu izah edərəm, sonra şagirdlərə çoxlu testlər etdirərəm ki, qoy ancaq test işləsinlər. Düşünürəm ki, mən yönümlü. Şagirdlər bu yolla daha yaxşı öyrənirlər. Müəllim müşahidə edir ki, uşaqlar nə gözəl bacarıq nümayiş etdirirlər. Amma deyir, mənim fikrimcə belə olsa daha yaxşı olar və bildirdiyi fikirlər yalnız görürsünüz, mən yönümlüdür. Deyir, verilənlərdən hansı müəllimin fikrini daha aydın izah edir? Nəyi axtarırıq biz? Müəllimin fikrinin izahını. Ay, nə bilim, problemin həll yolunu, problemin səbəbini və s. axtarmırıq. Və ya müəllimin səhvini. Sadəcə müəllimin fikrini daha aydın izah edir bununla bağlı, onu axtarırıq. Gəlin, baxaq variantlarımıza. Deyir, şagirdlərin potensiallarını əvvəlcədən müəyyən edib, dərsi onun üzərində planlaşdırmaq lazımdır. Düzdürmü? Yəni, bu doğru fikirdir. Müəllimin, belə deyək də, yəni fikir olaraq doğrudur. Sadəcə müəllimin dediklərini izah eləmir. Müəllimin dediyindən bu çıxırdı sizcə ki, birinci potensialın müəllifini sonra dərs oxurum. Yox, deyirdi ki, mən düşünürəm ki, mövzunu izah eləməliyəm, sonra ancaq uşaq test işləməlidir. Daha digər bacarıqların əhəmiyyəti yoxdur. Belə çıxır da yəni. Ona görə A bəndi olmayacaq. Öyrənmə, müəllim mərkəzli təlimdə daha yaxşı formalaşır. Baxın, müəllimin də dediyi elə nədir? Deyir ki, öyrənmə müəllim mərkəzli təlimdə daha yaxşı formalaşır. Bu, həmin müəllimin fikridir. Və mən burada sizə belə bir aydınlıq da gətirmək istəyirəm ki, biz görürsünüz, situasiyamızda demirik ki, müəllim səhv eləyir, müəllim yanlış eləyir. Mən ümumiyyətlə bu tip yanaşmalara qarşıyam. Düzdür, müasir təhsil sistemimiz var, biz şagirdləri nəzərə almalıyıq, hər bir şey olmalıdır. Amma hər bir müəllimin öz metodikası olmalıdır və hər bir müəllimin də fərqli yanaşması məncə olmalıdır ki, daha yaxşı nəticə əldə olunsun. Bəzi müəllimlər düşünə bilər ki, mən filan işi görsəm daha yaxşı olar, bəzisi düşünə bilər ki, filan işi görsəm daha yaxşı ola bilər. Və eyni zamanda hər şey eyni cür yəni olmamalıdır, biz fərqlilik olmalıdır. Hamı hər şey, fənlərdən fənlərə də fərq var. Yəni Azərbaycan dil öyrətmə strategiyasına riyaziyyatın ki, bir çox hallarda eyni olmayacaq. Yəni texnologiya ilə ədəbiyyat eyni olmayacaq. Fizikanı keçirəmsə kimya ilə eyni deyil. Hər bir fənnin fərqli metodları, üsulları var. Və biz bir müəllim olaraq məcbur deyilik ki, məsələn, tarix müəlliminin etdiyini mən riyaziyyat müəllimi olaraq mən də edim. Kimya müəlliminin etdiyini fizika müəllimi olaraq mən dedim. Və eyni zamanda mühitdən mühitə də çox böyük fərq var. Düzdürmü? Məsələn, bölgələrimizin birində bu cür tədris qurulur, yaxşı nəticə əldə olunur. Bakıda misal üçün bu cür tədris qurulur, amma yaxşı nəticə əldə olunmur. Və ya Bakıda bu cür qurulur, amma Sumqayıtda qurulanda yaxşı nəticə əldə olunmur. Və ya Gəncədə. Yəni, müxtəlif mühit, insanların baxış tərzi, həmin bölgənin yaşam tərzi, nə bilim, onların adət-ənənələri, bunların hamısı öyrənmə prosesinə təsir edir. Və mənim bir gənc müəllim olaraq, hər bir öz əməkdaşıma, yəni nə deyirlər, kollektivimizə, yəni müəllimlərimizə məsləhətim nədir? Mən özüm də məktəbdə çalışmışam, bir neçə müəssisələrdə də olmuşam, kurslarda da işləmişəm, ən çox da məktəbdə çalışmışam. Və mənim öz təcrübəmdən dolayısıyla mən bilirəm ki, düşünürəm ki, mütləq şəkildə olduğumuz yerə uyğunlaşmağımız lazımdır, ora müəyyən qədər yeniliklər gətirməyimiz lazımdır. Amma həmin yeri birbaşa dəyişmək istəməyimiz böyük rezonansa gətirib çıxara bilər. Yəni, qarşı durmaya gətirib çıxara bilər. Ona görə də biz yeniliklər etmək istəyiriksə, birinci oradakı insanların təfəkkürünü, düşüncəsini, onların baxış tərzini müəyyənləşdirməliyik. Sinifdəki uşaqların düşüncə tərzini müəyyənləşdirməliyik. Onları inkişaf etdirməliyik. Akademik bacarıqların yüksəlməsi üçün emosional zəkanı, mənəvi dəyərləri inkişaf etdirməliyik. Düşüncə tərzini aydınlatmalıyıq insanlarda.
sonra öyrənmə prosesi baş tutacaq təbii ki. Yəni demək istədiyim budur ki, bu müəllimin səhv etdiyini demirik biz. Sadəcə deyirik ki, müəllimin düşüncəsi, o müəllimin düşüncəsi budur ki, müəllim mərkəzi təlim daha yaxşı formalaşır. Bu da onun düşüncəsidir. Ona görə cavabımız B bəndi olur. Digərləri heç biri müəllimin düşüncəsini əks etdirmir. Deyir, şagirdlər öz təcrübələri ilə biliklər əldə etdikdə onu inkişaf etdirə bilirlər. Yəni müəllimin fikri bu deyildi təbii ki. İnformasiyanın möhkəmləndirilməsi üçün refleksiya vacib amillərdəndir. Müəllim heç refleksiyanın adını da çəkmirdi orada. Şagirdlər məlumatı özünə məxsusla bağlı heç nə demirdi. Deyirdi, mən istədiyim kimi qurulsun tədris. Belə dəyərli müəllimlər, bizimlə əlaqə saxlamaq istəyirsinizsə, ya dərslərimizə qoşulmaq, ya kitabımızı əldə etmək üçün əlaqə nömrəsi qeyd edirəm. Bura yaza bilərsiniz. 050 697 78 33. Bu nömrəyə yazaraq kitabı əldə edə və yaxud da ki, dərslərimiz haqqında məlumat ala bilərsiniz. Hər birinizə uğurlar olsun. Növbəti video izahlarda görüşənədək.